Bugün biz Excel proqramının birinci dərsindəyik. Birinci məşğələdə biz 3 məsələni nəzərdən keçirdəcəyik. Birinci, Excel proqramı necə açılır? İkinci, Excel proqramının interfeysi və üçüncü, cəld giriş paneli necə işləyir? Excel proqramını açmaq üçün 3 əsas üsul var. Birinci, tapşırıqlar panelindən yaxud taskbar panelindən. İkinci, pusk yaxud start düyməsindən. Ya da рабочий stol, desktop yaxud işçi masadan Excel proqramının işarəsini basmaq lazımdır. Məndə 2016-cı ilin versiyasıdır. Birinci iki halda mışqanın sol düyməsini bir dəfə basırıq, işçi masadan isə 2 dəfə basırıq, yəni klik edirik. Hər üç halda belə bir pəncərə açılır. Əgər burada şablonlar görsənmirsə, məndə görsənmir, basırsınız avtonomla работа linkinə və burada şablonlar görsənir. Məndə burada 7 dənə şablondur, sizdə biraz çox, biraz az ola bilər. Boş vərəqə açmaq istəyirsinizsə, boş sənədi açmaq istəyirsinizsə, bu 4 bucağa basırsınız və Excel proqramını açılır və belə bir interfeys görəcəksiniz. Sağ tərəfdə yuxarıda 4 dənə işarə görürsünüz. Birinci X işarəsidir. Sağdan sola gedək. Bu işarəni basanda Excel proqramı bağlanır. Əgər nəsə eləyibsə, sənəddə nəsə yazıbsa, nəsə bir əməliyyat aparıbsa, bu işarəni basanda burada bir dənə pəncərə çıxır ki, dəyişiklikləri yaddaşda saxlayım ya yox. Ya saxlayırsınız, ya saxlamırsınız və sənəddən çıxırsınız. Əgər heç nə eləməyibsə, hal-hazırda biz heç nə eləməmişik, bu işarəni basan kimi Excel proqramı bağlanır. Belə. Yenidən açaq. Gəl, bu dəfə buradan eləyək. Açdıq. İkinci işarə, gəl, üçüncü işarəyə keçək. Minus yaxud defiz işarəsi imkan verir ki, Word proqramını müvəqqəti bağlayaq. Bağlayanda burada yerləşir. Bu paneldə yerləşir. Yəni taskbarda yerləşir. Müəyyən bir əməliyyat burada aparırsınız. Sonra isə bu düyməni basan kimi Excel proqramı pəncərəsi bərpa olunur. İkinci işarə. 2 dənə 4 bucaq görürsünüz. Bir dəfə basanda Excel proqramı pəncərəsi kiçilir və görürsünüz burada bir dənə 4 bucaq olur. Bir də basanda pəncərə bərpa olunur və yenə 2 dənə 4 bucaq görürsünüz. Belə vəziyyətdə Excel proqramının pəncərəsini kiçiltmək olar. Sağdan, soldan, yuxarıdan, aşağıdan. Kursoru pəncərənin qırağına yaxınlaşdırırsınız və 2 dənə ağ ox görəndə sol düyməni basırsınız mışqanın və buraxmadan dartırsınız. Aşağı, yuxarı. Aşağı, yuxarı. Sağ tərəfdən yaxud sol tərəfdən, təbii ki, sola, sağa, sola, sağa. Və axırıncı variant proqramın yaddaşında qalır. Yəni, indi bərpa eləsəz belə, yenidən kiçiltsəz, belə variant olur. Tutalım ki, belə eləsəz, görürsünüz, axırıncı variantı yadında saxlayır. Və dördüncü işarə. Parametr отображения ленты. Yəni, lentin parametrlərini ya görə biləcəksiniz, ya görməyə biləcəksiniz. Lent bu əmrlərə deyilir. Bu tablardır. File tabı, Главная, Home tabı, Stavka, Insert tabı. Yəni, bunlar hamısı tablardır. Onların altında fikir verirsiniz, əmrlər görsənir. Əmrlərin toplusuna
lenta deyirlər. Yəni lent deyirlər. Əgər bunları yığışdırmaq istəyirsə, həm tabları, həm lentləri ki, işçim sahə biraz böyüsün, onda gəlirsiniz bu düyməni basırsınız və burada bu əmri seçirsiniz. Avtomatik skrivat lentu. Yəni lenti avtomatik gizlət. Bax görürsünüz belə olur. İndi qaytarmaq istəyirsinizsə yerinə 3 dənə nöqtəni basırsınız və görürsünüz əmrlər qayıdır. Amma bu müvəqqəti qayıdışdır. İstənilən yerdə bassaz muşkanın kursorunu əmrlər və tablar yox olur. Qaytarmaq üçün, daimi qaytarmaq üçün basırsınız bu işarəni və tutalım ki, ikinci əmri seçirsiniz. Pokazat vkladki, yəni tabları göstər. Sizə yalnız tabları göstərəcək. Əmrləri görmək üçün mütləq tabları seçməlisiniz. Əgər əmrləri də daimi qaytarmaq istəyirsiniz, keçirsiniz bu işarəyə. Pokazat vkladki komanda, yəni əmrləri və tabları göstər. Və hər şey bərpa olunur. Gələk bu hissəyə. Bu Excel'in işçi sahəsidir. Sütunlardan və sətirlərdən ibarətdir. Sütunlar Latin əlifbasının hərfləri ilə göstərilir. A, B, C, D. Sətirlər isə rəqəmlərlə. Latin əlifbasında 26 hərf var. Əgər 26 sütun sizə bəs eləməsə, onda hərflər 2-2 görsənir. Məsələn, A, B, A, C, B, C. Onlar da bəs eləməsə, onda 3-3 görsənir. Məsələn, A, B, C. Yəni, bura getsək, sağa var, fikir verirsiniz, görürsünüz. 1-1, sonra 2-2, sonra 3-3 olur. Sətirlər dediyim kimi rəqəmlərlə göstərilir. 1, 2, 3, 4, 5, 6. Təxminən 1 milyondan çox sətir var. Burada vərəqləri görürsünüz. List 1, list 2, list 3. Yəni vərəq 1, vərəq 2, vərəq 3. İnstallasiyalayanda proqramı və onu birinci dəfə açanda avtomatik burada 3 dənə vərəq görsənir. Bu vərəqlərin sayını artıra da bilərsiniz, azalda da bilərsiniz. Yəni, gələn dərslərdə bunu keçəcəyik. Bundan başqa fikir verirsiniz bu iki xanaya, bu və bu xanalara. Bu xanaların ünvanını göstərir. Görürsünüz, burada yazıb ime, yəni adı. Bu nə deməkdir? A17 nə deməkdir? Yəni A sütunluya 17 sətrin 17-ci sətrin kəsişməsidir. Olur A17. Əgər bura qoysaq, olacaq Y1. Görürsünüz, Y sütunuyla birinci sətrin kəsişməsidir. Sonra burada B3 olacaq. Görürsünüz, B sütunuyla 3-cü sətrin kəsişməsi. Bu düsturlar sətridir. İndi başlayalım, bu nəyə göstərir? Gəl burada 1-2 dənə rəqəm yığaq. Burada 1, 2, burada tutalım ki, eləyək 2, burada da 1. Burada yığaq 3. Fikir verirsiniz. Burada 3, burada da 3. Burada 2, burada da 2. Yəni burada nə yığırsınız, orada göstərir. Amma düsturu yıxsaq, tutalım ki, burada 1 ilə 2-ni toplamaq istəyirik. Gələn dərslərdə bu düsturları keçəcək. İndi elə belə fikir verirsiniz. Bərabər işarəsi 1 ilə 2-ni toplayıram. Yəni A1 ilə 1-i toplayıram. Enter. Fikir verirsiniz. Burada da 3'dür, burada da 3'dür. Amma bu 3'ün üstünə kursoru qoyanda, yəni görürsünüz, yaşıl rəngdə olan, aktiv olan xanadır. Burada 3 göstərir. Amma burada 3 göstərmir. Burada yazır ki, bərabərdir. A1 üstəgəl B1. Yəni bu 3 rəqəmi deyil. Bu iki xananın cəmidir. Yəni bax indi burada deyək ki, biri eləyək 4. Fikir verirsiniz, heç də dəyişmir. 4, 2, 3. Amma burada 4 eləsəm və enter düyməsini bassam, burada 6 rəqəm görsənəcək. Görürsünüz? Çünki bu xana 6 deyil. Bu iki xananın cəmidir. Ona görə də burada olan məlumatı bilmək istəyirsinizsə, kursoru qoyursunuz lazım olan xanaya və düsturlar sətrindən lazım olan məlumatı əldə edirsiniz. İndi keçək cəld giriş panelinə. Ekranın sol tərəfi yuxarısı.
Əgər hansısa bir əmri çox istifadə eləyirsə, həmin əmrləri cəld giriş panelində yerləşdirmək olar. Bunu iki üsulla yerinə yetirmək olar. Üç bucağı basırsınız və burada tutalım ki, bax, sazdat, yəni yarat, yəni yeni sənət yaratmaq istəyirsinizsə, qabağına bir dənə quş qoyursunuz. Yəni bir dəfə üstündən basan kimi belə quş əmrə gələcək qabağında. Və görürsünüz, əmr burada peyda olundu və burada qabağında quş var. Əgər sizə lazım olan əmr burada yoxdursa, onda basırsınız drugi komand, yəni başqa əmrlər. Belə bir pəncərə açılır, parametr Excel, yəni Excel'in parametrləri və buradan istənilən bir əmri seçirsiniz. Bax, tutalım ki, bu əmri. Görürsünüz, bu əmr var ha. Tutalım ki, bundan çox istifadə edirsiniz. Bu əmri burada yerləşdirmək istəyirsiniz. Seçirsiniz bu pəncərədə. Basırsınız dabavit ki, bu əmr keçsin bu tərəfə. Burada görürsünüz 4 dənə əmr var. 4'ü də buradadır, görürsünüz. Dabavit və əmr keçir bura. Amma burada görsənmir. Çünki təsdiqi gözləyir sistem. OK düyməsini bassaz, bu əmr gələcək bura. Bastıq. Görürsünüz, əmr görsəndi. İndi buradan necə yox eləmək olar əmrləri? Yenə də birinci usul buradan həmin bu sazdat, yəni yarat əmrini yığışdırırıq buradan. Bir də üstündən basırıq. Görürsünüz, quşu yığışdırdıq. Əmr buradan yox olur. Bu əmri isə buradan yox eləyirik. Seçdik. Udalit. Əmr keçir bura. OK düyməsini basırsınız və əmr yerinə yetirilir. Gəl, mən bunu hələm ləğv eləyim. Bir əməliyyatla sizə göstərim. Atmen eləyirsə, əgər səhvdirsə, tutalım çaşıbsınızsa, atmenlə basırsınız, yəni ləğvlə. Görürsünüz, komanda qalır yerində. Gəl, bu komandanı qabağa keçirdim. Necə eləyirsiniz? 3 bucağı bastınız, keçdiniz bu pəncərəyə, seçdiniz əmri, bu 3 bucağı basırsınız, görürsünüz, geçdi birinci yerə. OK düyməsini bastınız, keçir birinci yerə. Buradan yığışdırmaq istədiniz, keçdiniz, seçdiniz, udalit, OK və əmr buradan yox olur. Əgər bu paneli aşağı keçirmək istəyirsinizsə, lentin aşağısına keçirmək istəyirsinizsə, 3 bucağı bastınız, razmestit pod lenti, yəni lentin altında yerləşdir. Bax, belə olur. Əgər çaşıbsa, qaytarmaq istəyirsinizsə əmri, basırsınız bu 3 bucağı, razmestit nad lenti, yəni qaytarsız yerinə. Bugünə bu qədər. Təşəkkürlər.